yoxsa kişi bədəni? Qadın. Neçə yaşda görürsən o bədəni? 30'lu. Üzündə necə ifadə var? İçindəki duyğuya bax. O qadının bədənində hansı duyğu var? Heyvani hayat tarzı yaşıyor. Aslında istemir. Nə istəmir? Yaşamaq. Necə yaşayırlar onlar? Heyvanlar kimi. Bunu mənə biraz aç. Məsəl üçün nələr edirlər? Paltar varla yox arasıdır. Kim kimlə istəyir yatır. İstəməsə belə yatırlar. Bu bədəni necə hiss elətdirir o qadın bədənini? Deyərsiz. Dəyərsiz. Başqa? Heyvanmış. Heyvandan fərqi yox. İstəmədiyi halda təcavüzə uğrayıram. Bir nəfər tərəfindən belə çox adam. Bu onu necə hiss etdirir? Duyğularına bax. O duyğunu icazə ver, hiss etmədən yaşasın. Orada hiss etdiyin və qadının düşüncələrini ifadə elə. Mən zəifçisi iyrənmən kişilərdən, dünyadan, özümdən. Hayal kırıklığı daha çok dünyaya karşı, yine de yaşamaya karşı. Cinsəllik onun üçün nə deməkdir orada? Olmasa da yapmış olur. Başqa? Təhlükə. Başqa nələrdir orada? Cinsəllik onun üçün. Çünkü erkekleri cəlb eden şeydir. Olmasa gelmez. O cinsəllik qarşısında özünü necə hiss etdi bəs? Bunun da fərqində ol. İstifadə olunur. İstifadə olmaq üçün olmaq və bu onun üçün nə deməkdir? Necə? Kişilər tərəfindən cinsəllikdə istifadə edilmək onun üçün nəyə bərabərdir? İğreniş dünya. Başqa? Kişilerin iğrenci olduğunu ancak ağlamlarda olduğunu beyinleri işlemediğini. Neçə yaşındadır qadın? Koca. Xəstəliyi nədir bəs o qadının? Neredeyim anlamamış. Hiss et o mədəni.
O mədə xəstəliyinin Tibias, əsəbdən, Hı-hı. öfkədən, Öfkədən mədəsində xərçəng yaranıb. Neçə yaşında yaranıb qadının bu? uzun illər, İlk dəfə nə zaman yaranıb? zaman, İlk dəfə nə zaman idi bu? öfkədən sonra Rak xəstəlik nə zaman yarandı ilk dəfə? Hansı yaşında yaranıb bu qadının? 50'ler. Gözün kapandı. Başka bir kadın ölür. Bu kimdir? Ölən qadın o nə idi? Gəblərdən biri. Hı-hı. Değil. Qadın nədən ölür bəs? Təcavüz, qarşılıq, təciz, şiddətdə var. Hı-hı. Bu qadını necə hiss elətdirir? O gördüyün o bədəni. Öfkə, İfadə et, o qadının düşüncələrini ifadə elə. yanında erkeklerin direnç, özbaşınalığı, Hı-hı. kadını zayıf gördüğü için, Hı-hı. bunu eləyemeyeceğini düşün. Hı-hı. Başqa? Erkeklere öfke, Onun gördüyü bu səhnədə, gördüyün orada, qadın nəyə bərabər durdu? zayıf, kullanılır. Hı-hı. Başqa? İşte istifade olmak, kısıtlanır, dövülür, Hı-hı. taciz olunur, Qadına kişilər necə yanaşır orada? Necə davranır? tiyatro, Hı-hı. Heç kim, kimliyin itirilməsi. Qaynağının buradan gəldiyinin fərqində ol.